Hə, sonradan bax. İkili sistemi başa düşdün. İkilikdən onluğa necə keçirik? Axırdan əvvələ doğru nömrələyirəm. 0, 1, 2, 3, 4, 5. Aha. Sonra 1-i vururam 2 üstü 5-ə. Sıfırlara vurmuram. Niyə? Çünki onsuz sıfırı nəyə vursam sıfır Sıfır olur. eləyirlər. Aha. Bəli. İndi əsas məsələ ikili ilə 16-lıqdır. Bunu bir dənə başa düşsən, digərlərini başa düşəsən. Bax, yazıram ki, 1, 1, 1, 0, 1, 1, 1. Deyirəm ki, bu ikilikdədir. Mən deyirəm ki, bunu keçirdək 8-lik sisteminə. 8-lik sistemində bir simvolu 3 bit təşkil edir. Aha, bəli. 8-likdə. Ona görə mən bunu axırdan əvvələ doğru 3-3 ayırıram. 300 ayırandan sonra bax 4, 2, 1. 4, 2, 1 nə deməkdir? 7-dir da, düzdür. 8-ci sistemin Bəli. ən böyük rəqəmi 7-dir. 1, 1, 1 görsən, deməli bu 7 deməkdir da, düzdür? Yəni 8-ci sistemin ən böyük rəqəmidir, Bəli. 7. Bax, 4, 2, 1-i düzürəm. Görürəm ki, hansı, yəni 1-in üstündəkilər toplanır, 0-ın üstündəkilərə dəymirəm. 4, 2, 6 üzərinə bir gəldim, burada oldu 7. İndi bura 4, 2, 1 düzürəm. 6 sıfırı nəzərə almıram. Burada da bax 0 sıfırdır. 0 0 yazılmadığına görə 4 2 1. Burada oldu 1. Deməli 167 imiş. Bu ədədin Hı. 8-likdə yazılışı. Bunu başa düşdün? Başa düşdüm. Sadəcə Hə. o 4-2-1 niyə 4-2-1-dir? Onu başa düşmürəm. 4 3 2 bitə qədər 1. onlara da başa düşdüm. 3 biti başa düşdün. Ha, 4 2 1 niyə? Çünki 8-ci sistemin ən böyük simvolu, ən böyük rəqəmi 7-dir. Ona görə mən bunu 7-yə tamamlamalıyam. Görsən ki, bax bu 7-yə tamamlanmır da, bu 6-da olur. 8-ci sistemdə 6 var axı. Bunu 6 aha, kimi bəli. yazırım. 4 2 1 yəni 1 1 1. Bu da 7 kimi yazılır. İndi bax bu 16-lıqda yazın. Bax bu 1 1 1 bir dəqiqə səliqəli yazın. Bax 1 1 0 1 1 0 0 1 1. Aha bu ikilikdə deyirəm keçirdim 16-lıq sisteminə. 16-lıq sistemdə bir simvolum neçə bitdi? 4 bit. Ə, 4 bitdi, bəli. Yəni 16 2 üstü 4 deyil, 4 bit. Ona Bəli. görə axırdan əvvələ doğru 4 4 ayırıram. Gördün? Burada 4 2 1 qoymayacağam. 8 4 2 1 qoyacağam. Niyə? Çünki 8-in üzərinə 12, 14, 15. 16-lıq say sisteminin ən böyük rəqəmi 15-dir. Düzdür? Yəni F-dir. Hı, bəli. İndi burada 8 4 2 1. 8 4 2 1. Bu da 1 kimi yazılır. Buradakılar da 0-dır. Yəni nəzərə alınmır da 8 4 2. İndi bax, birlərin üstündəki rəqəmləri cəmləyirəm. Bura olur 1. Buradakılar 8, 2, 10, 11. 11 necə yazılırdı? 11. B kimi yazılırdı. A, B. Bəli. A 10 idi, B 11. Burada 8-in üzərinə 2 gəlirəm. 10. Burada da 11, 10. B kimi yazılır. Yenə B. Yəni cavabım olur 1, B, B 16-lıqda. Başa düşdün? Bəli, başa düşdüm. İndi videoya yenidən baxarsan, testlər də işlədikcə narahat olma. Yazarsan. Bunu Hı bildin. -hı. Bəli. İstəsən birini də deyim, birlikdə yazaq. Həm, Olar. həm 8-liyə, həm də 16-lığa aid birini deyək. Orada 8 tamamlansın deyə 4 2 1 yazırıq. Bəs niyə məsələn 5 2 1 yazılır? 5 2 1 O yazılmır, məsələn 4 2 1 yazılır. 5 2 1 yazsaq, bax 5 2 1 yazsaq. Bunları topla Tam gör 8 neçə olur. eləyir? 8 olur. Axı Tamam, 8-ci 8. sistemdə 8 yoxdur. Hə, tamam bildim. Biz elə etməliyik ki, Bəs 7-yə 1 tamamlansın. 2 4 niyə yazılmır? Bəs Bizdə 4 bir 2 1 ardına aşağı getməlidir. bəli, bax onluq sistemdə necə axırdan əvvələ doğru nömrələyirdik 3 4. Burada da belə. 1 2 4. Yəni 4 2 1 belə. Ha, tamam. İndi yaxşı. Baxaq. İndi bax 1 1 1 0 1 1 1 1. Bunu deyirəm ki, ikilikdədir. Bunu keçsə 8 deyə. Necə keçirdirik? Peki mən də özümdə yaz. Yaz. İndi bunu 8-ə keçirdəndə 4 2 1 şəklini götürəcək. Birinci bunu bir dəqiqə 3 yerə ayırırıq. Ay sağ ol. 3 3 ayırıram. Çünki 3 bit götürür. Bax 8 burada dənə 3 bit 0 götürdüyü var. üçün bəli. Yəni 3 dənə mövqedir da. 3 dənə mövqe. 0 var amma Aha, yazılmır. Amma biz yenə də yazaq ki, çaşmayaq. yaxşı. Hə. İndi bura nə yazaram?
4, 2, İndi oraya 1. biz 4, 2, 1. Yine 4, 2, Aha. 1. Cevap 4, ne 2, 1. olar? İndi cevap dəqiq deyim. Bura 7'dir. Bu taraf 4, 1, 5'ti. Bu tarafta 3'tü. 3. Hə, hə, hə. Dəqiq. Sən axırdan əvvələ gəlirsən. Düzdür, düzdür. Hələ 3, 357. 357, bəli. Başa düşdün? İndi gəl bunu yenə yazıram. 1, 1, 1, 0, 1, 1, 1, 1. Deyirəm ki, bunu 1, 1, 1. 16-lığa keçdək. Burada da 0 var yazılıb, amma yazmasaq da olar. Tamam. Bunun altı keçən deməli 4-4 ayırmalıyıq. Sondan əvvələ 4 şəklində ayıracağıq. Aha. Tekrar. 4 4 ayırırıq. Bəli. Və gördün bu 0 getdi də, yəni 0 nəzərə alınmır. Aha, 8, 4, 2, 1 şəklində yazırıq. Ay, Deməli sağ. orada 0 nəzərə alınmayacaq. Sondan getsək 8, 4, 2, 1, 8, 4, 2, 1. Aha. İndi baxacağıq burada 8 ilə 4, 12. Burada 15 edəcək. 15 də F hərfi ilə işarə olunur. Deməli bura F Aferin. yazacağıq. Aha. Ondan sonra keçirik. 8, 4, 12, 12 isə 4, 14 edəcək. 14-dəki D hərfi ilə, yox, E hərfi ilə işarə olunurdu. Ay, Orada sağ E ol. yazacağıq. Aferin. Başa düşdün? Y, F, Evet. 16'lıqda. Başa düşdün Y bunu? falan. Bəli, başa düşdüm. Sadəcə başa düşmədiyim yer orayı ki, məsələn 4, 2, 1, 8, 4, 2, 1 onu niyə elə yazırdı? İndi başa düşdüm ki, Ay, sağ ol. Get. təkrarlanmadan yəqin yazmalıyıq. Bəli. Bir də tamamlayaq. Ən böyük Tamamlayaq ədəd ən olaraq. böyücünə. Yaxşı. Mhm. Bu belə. İndi, aha. Mən indi səni çox yükləmək istəmirəm. Bir dənə testlərə baxım, sənə nə verəcəm onun üzərində. Çünki birdən-birə çox getdim. Birdən-birə yəni yükləsəm səni qarışdırarsan. Ona görə say sistemin mərhələli-mərhələli keçək. Yaxşı. Gələn dəfə də bir partiya izah eləyərəm. Toplamasıdır, çıxmasıdır, vurmasıdır, bölməsidir. Bir dəqiqə indi verəcəyim testə görə sənə izah eləyim. Yaxşı. Hə, bax, yazırsan 2.1-i, Aha. Qeyd edirəm. 2.1-i, 2.2, 2.3-ü. Yaxşı. Hə, 2.3. Ha, indi bir dənə, bir iki dənəsini də sən verim. Biz indi bunu misal üçün 2-likdən 8-liyə 16-lığa öyrənirik. İndi 16-lıqdan 2-liyə necə keçirik? Və ya 16-lıqdan 8-liyə. Misal üçün yazıram ki, A, B, 3. 16-lıqdadır. Deyirəm ki, bunu yazaq, ikilik say sisteminə keçirdək. Biz bayaq 4-2-1, 8-4-2-1 qaydası ilə getmişdik, düzdür? 51, 2, 4, 8. Yox, indi də yenə eynidir. İndi baxacağam ki, bax bu 3-ü mən necə yaza bilərəm? Buradakı hansı rəqəmlərdən istifadə edib bu 3-ü yaza bilərəm? 2, 1. Ay sağ ol. 2 1-ə 1 1 yazacağam. 4 ilə 8-ə də 0 0. Aha, İndi B bəli. neçədir? 11-dir, düzdür? A, B, 10, 11. 11-i mən necə yazaram bu ədədlərdən, rəqəmlərdən? 11-i dəqiqə 8 ilə 8, 2, 1. Ay sağ ol. 2-yi 1-ə 1 1 qoyuram, 4-ə 0 qoyuram, 8-ə 1 qoyuram. Anı necə yazıram? Yəni onu necə yazıram? Onu da yazırıq 8, 2 ilə, yəni 1, bir də yox, Yox. 8, 1-dir, ha 1, 1. 0 1 0 1 kimi. Bax bu 0, ikilik 1. yazılışı, düzdür? Aha, 8, yəni 10 belə yazılır da, bu 0. Yəni 2 ilə sadə 8-dən istifadə edirəm. bəli. İndi bax bunu belə yazdıq. İndi bunu görə yoxlayaq görək həqiqətən də bu ədəddirmi? Nə edirdik 16-lığa keçəndə? Bax bu ikilik yazılışdır. İkilik yazılış 0 və 1-lərdən təşkil olunur. İndi 16-lığa keçəndə ikilikdə nə edirdik? 16-lığa keçəndə 4-4 ikilikdən ayırırdıq. 16-lığa 4-4 keçəndə ayırırdıq bəli, da 4 düzdür. ayrı. Bəli. Ayırdım. Aha, yazıram ki, nə? 8 8, 4, 2, 1. Yenə 4 8, 4, gibi 2, yenə. 1. 8, 4, Baxıram 2, 1. görüm indi. Bu ədəd Sıfırlara olacaqmı? baxmırıq. Aha, tamam. Bax görək. Ee, Aşağı sondan başlayanda ora 3 yazacağıq ən Aha. axırıncıya. Burada 8, 2, 10, 11 yazacağıq bura. Yəni 11 də B hərfi ilə işarə Ay olunur. sağ B ol. yazacağıq. Burada da ki A hərfi yazacağıq. Yəni 8 ilə 2-yi toplayacaq. O da A deməkdir. 10. Başa A, düşdün. B. Abi. Bəli, başa düşdüm. İndi birini də verəm özün yaz görüm.
Bir dənə bir də üstündən keçmək istəyirdim. Bu De. bir məsələn 1 0 1 0 10 11 yazılır. Onu necə yazırıq? Yəni onu başa düşmədim. Bildim Bax, A ilə B-ni məsələn necə yazmaq lazım, amma bax o bu yazılışını bilmirəm. bax yaxşı. Bax 3-ə baxaq. Bax bu 3 nədir? 16-lıq say sistemində bir simvol 4 bit yer tutur. 4 dənə bit yer tutur. İndi bax Aha, bu 3 rəqəmini yazmağım üçün 8 4 2 1-dən bu ədədlərdən hansından istifadə edirəm? 2 ilə 1-dən. bəli. Yəni 2 8 4 2 1. Yəni mən 2 ilə 1-dən istifadə edəcəm deyə bura 1 qoyuram, bura da 1 qoyuram. 8 4 mənə lazım Ha, olmadı deyə 0 0 qoydum. ha, başa düşdüm. İndi B neçədir? 11-dir, düzdür? Bax yenə 16-lıq say sistemində bir Başa simvol düşdüm 4 bit bunları. yer tutur. Başa Ha, düşdün? İndi bunu bəli, bəli, yazıyorum. bildim. S2 Ha, 16-nı. Bunu yaz bir yaxşı. də 8-yə deyim, yekunlaşdıraq. Yaxşı, 16. İndi bunu da yazanda yəni 3-ü sayıracağam. 3 3 yox. 4 4 4 çaşdım 4. ben. 8 4 2 1. Senin özü 50 de 100 demək idi. Yox, o mövgeli say sistemidir. Mövgesiz idi. S Hə, tamam 12. 12 idi. alfa 12. 8 ilə 4-dən yaxşı yazım dəqiqə. Yaz. Eyni bir ədəddən istifadə edəndə də bir dənə yazmalıyam. Yəni bir qalanlarına 0 yazım, yoxsa Yox, misal üçün AA ola bilər. Elə deyirsən, misal üçün AA 2. məsələn oradakı 2 ədədini məsələn burada bir ilə cəmləyib yaza bilərəm. Bir ədəddən Hayır. toplayıb Buradakı yaza bilərəm. sən burada 2-ni necə yaza bilərsən? 8 4 2 1. Sadəcə 2-dən istifadə edirsən də. 2-yə 1 Ha, qoyarsan, tamam. qalanlarına Ha, 0. yaxşı. Ha, yazdım. Hə, nə aldın? De görüm. 10 10 10 deyim. 10 10 10. Sonra 0 0 1 0. 1 0. Aha. Bir də 11 0 0. 1 0. Gəl baxaq görək. İndi A necə yazılır? 10 kimi. 8 4 2 1 qaydası ilə. Onu necə yazaram? 8-dən 2 kimi 8-dən götür. 2. Yəni Bəli. 0 1 0 1 kimi. Axı sən burada elə yazmamısan ən sonuncun. Hə, mən A, axırdan 10. mən səhv Aha, düzmüşəm, yoxsa sən səhv dedin? mən səhv dedim. Şeydir, yazılışda yazmışam, bu tərəfdən demişəm. Bir dəqiqə. Hə, onda 10, belə deyim. 10 10 belə bəli, deyirsən. 10 10 mən səhv yazmışam. bəli, 10. 0 0 1 0 1 1 0 0 belə. Bəli, 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 belə yazmışam. Yaxşı, 10 10 düzdür. Aha, 10 10 yazdıq. Sonra 2 necə yazılır? 0 1 2, 0 0 0 bəli. 1. Bir, bir dəqiqə, 2, 2 o yandadır. Bir dəqiqə, ayda çaşmışam ya, içini yerin. Hə. Bir dənəsini də verə bilərsiniz yazım düzgün şəkildə. Eyb Bunu yox. mən çaşdım yerin, onun Eyb yox. üçün. Qoy bir dənə bunu izah eləyim. 2 Yaxşı. 0 1 0 0 C necə yazılırdı? C 12 idi. 12 də Bəli, 0 0 1 1 kimi. Yəni birini də verirəm. 3 A 7. Bunu yaz görüm. yaxşı. 3, A, 7. Hə, Ha, yazıram. yaz. Yazdım.
Hə, düz. Yerlə, əmin, Necə eminəm. düzüm? Yerləri səhv yazmamışamsa 0 0 yazmışam. Sən mənə 0 bilsən necə 0. denə yazdığımı. Mən əvvəldən axıra doğru gedim də. Sən denə mən belə yazım. Yəni ən başdan necə Əvvəldən axıra yazmısan? doğru. Bax ən başdan belə. Necə belə tamamlamamısan? Bax bu birinci biri de, Bəli. sonra sıfırı de. Bax belə de. Yaxşı 0 0 1 1. Aha. Ondan sonra 1 0 1 0. Aha. Sonra 0 1 bir də 1 1. ay sağ ol. Bax buradan bilirəm ki düz yazmısan. İndi 10 da deməli 8 4 2 1 idi. Bu da düzdür. Adı. Bu da 3'dür. Düzdür. Ay doğrudur. İndi Bildim. başa düşdün. İndi Hı. bir dənəsini də 8'lik say sisteminə verim. Keçid. Yekunlaşdıraq. Mənim Tamam. getməli yerim var. İndi bax Ha. 8'lik say sisteminə verirəm. 46 8'likdədir. Deyirəm ki bunu 2'liyə keçirt. 3'lüyə keçid yaxşı. 3 ayıracağım bu səfər də. Aha. 4 2 1 bir dəqiqə yaz. Yazdım. Yazdım. Necə? 1 deyim. De. 1 0 0 1 0 0 bir de 1 1 0. 1 1. Aferin. Doğrudur. 4 Aha. 2 1. Aha, bunu bildin. Bir dənəsində deyim. Bax, əsas məsələ. Misal üçün, sənət Tamam. testlərdə verər ki, Aha. sənət testlərdə verər ki, 16-lıqdan keçir 2-liyə. 16-lıqdan daha doğrusu keçir 8-liyə. 16-lıqdan 8-liyə birbaşa keçid yoxdur. Nə edirsən? 16-lıqdan keçirsən 2-liyə. 3'lüyə. Oradan da 8'liyə keçirirsən. İkilikdən də 8-dir. İndi bax birini verirəm, izah eləyirəm, uje başa düşəsən. 16-lıqda misal üçün verirəm ki, B 7. 16-lıqda. Deyirəm ki, bunu keçirək 8-liyə. Deyirsən, ay müəllim, keçə bilmərəm. Qoy 2-liyə keçim sonra. Aha. Tamam. Buna indi 16-lıqdadır. Bu 2-liyə keçidəndə 8 4 2 1-i qoyuram bax qırağa. Həmişə dəftərində yazanda bax bu qıraqda yaz ki, yadında çıxmasın. 7-ni yazıram Yaz. 1 1 1 0 kimi. B'im neçə idi? 11 idi. 11-i də yazıram 1 1 0 1 kimi. Aha, bəli. Mən indi bu ikiliyə keçirdim. İndi mən bunu 8-liyə necə keçirdirəm? Deyə bilərsən? 8'e geçene 3 sayıracağım indi bunu. Ay, Sondan başa ay sağ ol. 3 3 sayıracağım. ayırıram. Bura 4 2 1 Burası 4 4 2 1 1 bəli. 4 2 1. Bu Oraya da oldu. yazacağıq ki 7 sona yazaydıq 7. Ha Hə, bəli başdan gedir. ha Bu bura. 7 burada 6. Afərin. Başa düşdün. Bəli başa düşdüm. İndi verdiyim testləri eləyirsən. Bildin də hansılar verdim. Aha Bax, bəli bura 3 qədər. 1 2 2 3. Ay, bunları yaz qəşəng. Nə də bilməsən yazarsan, soruşarsan. Gələn dərs inşallah Yaxşı. görüşərik. Tamam sağ olun İndi müəllim. mən bunu yerləşdirəcəm, baxarsan. Yaxşı. Sağ Sağ olun ol. cəzanı Sağ ol. istəyirəm. Xeyrə qarşı, sağ ol.